Yeməklər, mahnılar və geyimlərin ardından ermənilər bu dəfə meyxanamızı oğurlayıblar. Bu məqamda deməyə söz yoxdur. Çünki bütün dünya bilir ki, meyxana heç vaxt ermənilərə məxsus sənət növü olmayıb. Buna rəğmən meyxananın ermənilərin olduğunu iddia etmək, məşhur meyxanamızı oğurlamaq ancaq elə erməni xislətinə yaraşardı. Məşhur meyxanaçı Ağa Mirzə Məmmədov müəllifi olduğu meyxananın, yəni özünün dediyi, bədayətən dediyi meyxananın ermənilər tərəfindən oğurlanmasına münasibət bildirib. İzləyək. У меня «Жигули» сигнал итальянский, сам военный, форма гражданский. Ermənilər bu dəfə məşhur meyxanamızı oğurladılar. У меня «Жигули» сигнал итальянский, сам военный, форма гражданский. Məşhur meyxanaçı Ağa Mirzə Məmmədovun müəllifi olduğu meyxanamızı ifa edən ermənilər onu İrəvan küçələrinin birində lent alınan və avtomobil karvanından bəhs edən videonun arxa fon mahnısı kimi yerləşdiriblər. У меня есть девушка, зовут Наташа, об этом знает моя мамаша. Есть девушка, ее зовут Наташа, об этом знает даже мамаша. Videonun üzərinə erməni meyxanası sözləri yazılıb. Meyxananın müəllifi olan Ağa Mirzə Məmmədov məsələ ilə bağlı Xəzər xəbərə danışıb. Torpaq oğrusu bunlar, söz oğrusu bunlar, musiqi oğrusu bunlar, meyxana oğrusu bunlar. Hər nə desən bunlardan çıxır. Yemək oğrusu bunlar, bəli, bunlar həyatlarını belə yaşayıblar. Meyxanada Azərbaycana aid sözlər var. Матроски, отец азербайджанский, живут около казарма Сальянский. Lakin ermənilər o sözləri çıxarıb ümumi Qafqaz kəlməsi ilə dəyişiblər. Я кавказский, парень интересный. Bəzi yerlərində bir-iki dənə dəyişiklik də ediblər. Çünki bu meyxana onların başı üçün deyil. Bu əncə ola bilər Azərbaycanda, Azərbaycan xalqında, Azərbaycan millətində. Ağa Mirzə Məmmədov müəllifi olduğu meyxananı oğurlayan erməniyə birbaşa çağırış da edib. Həmin meyxananı oğrayan insanı deyirəm, adam kişi olar. İnsanın vicdanı olar, insanın mənliyi olar. Oğru pişik kimi oradan buradan oğramaq lazım deyil.